Zaten maraqlısı budur ki, biz deyim ki, belə deyim də, müdür ola bilərik, amma özümüzü müdür görmürük. Özümüzü görürük mavin. Deyim ki, hansısa şöbənin rəhbəri. Ən pis halda da o işin fəhləsi kimi görürük özümüzü. Amma potensialımız müdür və ümumiyyətlə holdingi idarə etməkdir. Daha yüksəklərdir də. Niyə görmürük? Nə baş verdi ki, Əslində çox görmədik? maraqlı sualdır. Bir neçə gün bundan qabaq biz elə bizim dostlarla bir yerdə oturmuşduq. Bir xanım da bizə qoşuldu. Adam gələndə psixotipajını dərhal görürük də. Görüb potensial gördüm. Yəni bizim köhnə dostlar var ki, onlar da hiss edir onu. Danışdıranda gördüm ki, öz potensialını bağlayıb. Adamın çox yaxşı idarə etmək qabiliyyəti yetişə bilən bir halındadır əslində. Bir məsuliyyət götürmək qabiliyyəti var, cavabdehlik götürməyi var, prosesləri bir ümumi apara bilmək. Bu aşağı little middle managementin əsas tələblərindəndir hətta. Amma bir şirkətdə rəhbərin ona inamı əslində onu sındırıb. Deməli, bundan öncəki şirkətdəki rəhbərin inamı, inamsızlığı. İnamı sındırıb. Adam buna inanıb və görüb ki, daha gücü var. Bunu gətirib elə bir polya atıb ki, əslində ağır polyadır. Hansında ki, bundan gözləyir ki, bu bacarıq var da, bu burada da şey olacaq. Amma adam orada daha ağrılılar, yəni işin nəticəsini verib, istədiyini verib, amma ağrılı keçib onun üçün. Başa sözü, yəni daha böyük təzyiqdən keçib. Ondan sonra qərar verir ki, idarə etmə mənlik deyil. Və aydınlaşdırandan sonra deyir, hə düz deyirsən, müdür mənlə belə danışdı, əslində görürdüm o marağın zadını, indi görməyə başladı onu da belə deyir. Deyirəm ki, sonra başa salıram ki, bizim əslində problemimiz dəyərlərimizdədir. Bizim potensialımızı bağlaya bilir o və ya aça bilir.